Hazırda Qubadayıq. Yolun qırağında bax belə balaca 4 ayaq olan bir ev görə biləcəksiniz. Əslində bu şəkli mənə yolladılar. Bir dostum yolladı. Bu şəkli o qədər bəyəndim ki, WhatsApp-ma qoydum, Instagram-a yerləşdirdim sosial şəbəkəyə və az bir müddətdə insanların böyük marağını gördüm. Hamı yazırdı, bu ev kimindir, bu ev kimindir. Əslində mən də bu evə vuruldum. Əvvəllər böyük evlərlə diqqət çəkmək olardısa, indi balaca bir evlə diqqət çəkmək mümkündür. Bu gördüyünüz ev halallıqla başa gəlir, dəyərli dostlar. Mən Şabanov İskəndər. Quba rayonunda yaşayıram. Quba rayonunun Vəlvələ çay kəndində. Ailəmizdə 5 uşaq olmuşuq. 4 bacım var. Mən tək qardaşam. Yəni ki, çox gözəl, mehriban ailəmiz var. Evliyəm, 3 uşağım var. 2 oğlum var, 1 qızım var. Bugünə kimi nə qazanmışamsa, hamısı halallıqla olub. Yəni, halallıq həyatda ən qiymətli bir şeydir insanın həyatında. İnsanın hər şey ola bilər, amma ki, onda cüzü də olsa, haramçılıq varsa, o artıq bir insan sayılmır məncə. Mən həyatda haçansa da uduzmuşamsa, kimsə məni gəlib aldada bilməz. O olubsa da mənim saflığımdan, düzgünlüyümdən, halallığımdan istifadə ediblər. Atamdan da həmişə halallıq görmüşəm, həmişə düzgünlük görmüşəm. Övladlarıma da tapşırmışam ki, halallıq çox yaxşı şeydir. İnsanı xoşbəxt eləyən ən böyük şey halallıqdır. Şükür Allah'a da onlar da çox tərbiyəli, mədəni uşaqlardır. Bakı Beynəlxalq Universitetinin Gömrük Fakültəsini qurtarmışam. İşə girə bilməmişəm. Ticarətlə məşğulam. Bu gördüyünüz bu bağ mənimdir. O kadrda da görünən balaca ev xəyallarımdakı bir şeydir, onu canlandırmışam. 4 ayaq üstündə elə bil ki, nə bilim, arada insan sakitləşmək istəyəndə, telefonu söndürüb gəlib burada oturanda 1 saat da otursan, insanın bütün əsəbləri sakitləşir. Əvvəlcə aşağısındakı görünən onun ayaqları 4 kötük, onları tapdım, gördüm də bir yerdə. Əmimgildə gördüm daha doğrusu. Əmimdən xahiş elədim, onları verdi mənə. Altındakı 4 kötük əmimindir. Yəni əmim bugün gəlib kötükləri istəsə, evim ayağı havada qalaşır. Ondan sonra öz bağımızda olan çınar ağaclarımız var. Onlardan kəsdik atamla bir yerdə. Yavaş-yavaş, yəni başımızı qarışdırdıq, tikdik. O evdə dəmir istifadə olmayıb. Hər şey taxtadandır. Hər şey halallıqla əmələ gəlib. Buranı açanda, yəni kafe kimi işlədəndə fikirləşdim ki, mən harasa gedib müraciət eləməliyəm, kafe sözü yazdırmalıyam. Həmi maddi biraz çətinlik var idi. 300-500 manat, yəni buranı da açanda biraz mənim başqa xərclərim də çıxmışdı. Həm pul tərəfdən çətinliyim var idi. Birdən ağlıma gəldi ki, qeyri-adi bir şey eləyim də. Özüm istifadəyə yararsız olan ağaclardan, budaqlardan kəsib bunu belə, yəni bu şəkildə düzəltdim də, hazırladım. İçəri gedək, görək nələr var içəridə. Sanki bu reşotka deyirlər də bizdə, reşotkadır. Yəni dəmirlə pəncərənin təhlükəsizliyi qorunur. Yəni heç kim vurub içəri girə bilməsin də. Setka, dəmir setka. Bax. Bəli, peçimiz də odun peçidir. Burada hər şey təbiidir. Divarlar da gördüyünüz kimi içərdən də taxtadır. Qışda yəni divara rahatlıqla söykənə bilərsən. Hansı ki daş evlərdə divara söykənəndə soyuq olur da insana. Sanki bir nağıllarda olan o evdəyəm hazırda. Gördüyünüz kimi halallıqla balaca bir ev də yaratmaq olar. 5-6 mərtəbəni yaradıb da, orada yaşaya bilməyəndən sonra, yaşamayandan sonra onsuz da nə qədər bir otaqda insan qala bilər də. Yəni bu 5 mərtəbənin 5-də də qalmırıq ki, 4-də də qalmırıq. Bir otaqda insanın bir canı var, bir otaq daha rahatlısı orada qala bilər. Əsas odur ki, halallıq olsun. Bax gördüyünüz kimi. Xoşbəxtlik böyük evlə deyil.
Yəni belə də ola bilər. Amma ki əsas xoşbəxtlik önəmli bir şeydir. Çox sağ ol, təşəkkür edirik. Yəni bu evi bizə göstərdin bir də canlı olaraq.